Əziz qardaşlar, dəyərli müsəlmanlar, xutbəmin girişində oxuduğum Ali İmran surəsinin 103-cü ayəsində Uca Allah belə buyurur. Hamılıqla Allahın ipindən möhkəm sarılın. Firqələrə bölünərək ayrılmayın, parçalanmayın. Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, o sizin qəlblərinizi birləşdirdi. Allahın neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Qədrini bilmədiyimiz, lakin çox önəmli bir neməti xatırladır Allah bu ayədə bizlərə. Birlik və bərabərlik neməti. İnsan nə qədər güclü olursa olsun, əgər o təkdirsə, zəifdir demək. Ümumiyyətlə, bu bir qanuna uyğunluqdur ki, birləşdikcə insanlar güclənir, parçalanma baş verdikdə isə fitnələr ortalığa çıxır, zəifləyir. Bu sadəcə ətrafımıza baş vermir, eyni zamanda insanın vücudunda da belədir. Məsələn, əlimizin olmadığını düşünək, nə qədər çətindir. Ayağımızın olmadığını düşünək, nə qədər çətin bir insan üçün. Həmçinin bu düşüncələrimizdə də belədir. Alimlər deyirlər ki, bir masanın üzərində əgər əşyaların sayı çoxdursa, şuur altımız onların hər biri ilə ayrı-ayrılıqda məşğul olur. Beləliklə, fikrimizi bir yerə cəmləyə bilmirik. Əgər məsələ fikrimizdə də belədirsə, vücudumuzda da belədirsə, fərdi halda, ümumiyyətlə cəmiyyət halında da bu məsələ belədirsə, təbii ki, cəmiyyət halında birlik və bərabərlik olduğu zaman müvəffəqiyyət əldə olunur. Birlik, bərabərlik olmadığı isə onun yerini xaos, onun yerini fitnələr çıxarır. İlahi bir təqdirdir ki, dünyamızda Allahın orduları vardır və bir də şeytanın orduları vardır. Yəni, həm müsbət enerjinin meydana gətirdiyi güc birlikləri vardır, yəni möminlərin güc birlikləri vardır və bir də negativ güclərin bir araya gəlməsi vardır. Amma Allah Teala müsbət enerjinin, dolayısıyla möminlərin bir arada olmasını istəyir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, Yadullahi fəvqa əydihim. Yadullahi aləl cəmaə. Allahın əli cəmaatın üzərindədir. Və Rəbbimiz də ayədə buyurur ki, yer üzərinə salih qullarım hakim olacaqdır. Demək ki, Allah Teala salih qullarının yer üzərinə varis olmasını istəyir. Yer üzərində salih insanlar varis olmadıqda, bu birlik və bərabərlik parçalanır, onun yerini fitnələr alır. Odur ki, belə fitnələrə qarşı Allah Teala birləşməyimizi istəyir. Rəbbimiz ayələrin birində buyurur ki, fitnə aradan qalxana qədər, din yalnız Allaha məxsus olana qədər onlarla vuruşun. Demək ki, birlik və bərabərliyimizi pozanlara qarşı hər zaman birlik və bərabərlik siyasətində olmalıyıq. Fərdi halda kim hər hansı bir, yalnız mənim dediyim olmalıdır, yalnız öz nəfsinin istəklərini ortalığa qoyursa, belə bir insanla birlikdə olmaq çox çətindir. Fərdi halda belə olduğu kimi, cəmiyyət halında da belədir. Yalnız mənim qrupumdakılar doğru söyləyir, yalnız mənim cəmaatım doğru sözlər bildirir, mənim alimlərim doğru söz söyləyir deyərək qarşı tərəf alçaldılırsa, o zaman ümmət necə birləşə bilər, necə insanlar bir araya gələ bilər? Dağılan hər bir şey mənfi enerji meydana gətirir. Toplanan hər bir şey müsbət enerji meydana gətirir. Təbii ki, toplananlar əgər haqq üzrə bir araya gəlmişlərsə. Məsələn, bu ibadətlərdə də belədir, əziz qardaşlar. Namaz ibadəti olsun, həcc ibadəti olsun, oruc ibadəti olsun. Hər birində Allah Teala bizi bir araya gəlməmizi istəyir. Namazda sadəcə cümə namazından söhbət getmir. Digər vaxt namazlarında da Allah Teala namazlarımızın bir arada qılınmasını istəyir. Alimlərimizin ən yumuşaq görüşü cəmaat halında namaz qılmanın sünnət-i müəkkəd olduğudur. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem, onun əshabı nadir hallarda cəmaat namazını tərk edərdi. Lakin alimlərimiz, bəzi alimlərimiz cəmaat halında namaz qılmanın fərz olduğunu bildirənlər də vardır. Bunu da məhz hər gün oxuduğumuz Fatihə surəsindən götürürlər. İyyəkə nə'budu və iyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edirik. Biz
yalnız səndən yardım diləyirik. Biz deyirik namazlarımıza, mən demirik. Demək ki, bu namaz cəm halında qılınan namazdır. Təbii ki, cəm halında da olan insanlar bir arada olduğu zamanda burada da yenə fitnənin olmaması üçün, nizam, intizamın qorunub saxlanması üçün yenə dinimiz bəzi qaydalar gətirir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, saflarınızı düzgün tutun, bir-birinizə yaxın da olun, yoxsa qəlbləriniz bir-birindən ayrılar. Demək ki, əgər namazda qəlblərimiz bir-birindən ayrıdırsa, siz təsəvvür eləyin, bu cəmiyyət halında belə bir qəlblər necə birləşə bilər? Həzrət Ömər radiyallahu anh namazın saflarını düzəltməyə çalışardı. Hətta əlində bir çubuq var idi, saflar bir-bir gəzərdi. Kim irəli-geri dayanardısa onu çubuqla xəbərdar edərdi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, saflarınızı birləşdirin, bir arada tutun, yoxsa qəlbləriniz bir-birindən ayrı düşər. Safların bir yerdə olmasının ən çətin anı hansı andır? Döyüşdəki andır. Amma o anda da Allah Teala saflara diqqət çəkir. Rəbbimiz həmin ayədə buyurur ki, İnna Allaha yuhibbullezine yuqatiluna fi sabilihi saffan. Allah Teala onun yolunda dərəcə düzülüb vuruşanları sevər. Kəennəhum bunyanun marsus. Yəni bir möhkəm bir qala kimi dərəcə düzlənib vuruşanları sevər. Demək ki, əziz qardaşlar, birlik və bərabərliyimizi pozan nə varsa günahdır desək, yanılmarıq. Çünki fərdi halda insan hər hansı bir günah işlədiyi zaman o sadəcə onun özünü əlaqələndirir. Amma cəmiyyətlə əlaqədar hər hansı bir mənfi hərəkət etdiyimiz zaman isə cəmiyyəti sarsır və fitnələr meydana çıxır. Milyonları bir araya çıxaran, bir gətirən həcc ibadəti. Burada da birləşdirici mahiyyət vardır. İbadətlərimizin digəri. Hər il milyonlarla insanlar rəng, varlı, kasıb, sosial statusundan fərqli ayrı seçki olmadan, vəzifəsindən asılı olmayaraq hər kəs, milyonlarla insanlar həzzə bir araya gəlirlər. Hər kəs bir səda ilə, bir nəfəslə ləbbeyk Allahumə ləbbeyk deyirlər. Bu əslində düşməni qorxudan bir səhnədir. Milyonların bir arada olması elə belə şey deyildir. Sadəcə biz hələ bunun şüuruna tam dərk edə bilmirik. Çünki düşmən nə üçün qorxmur bu haldan? Çünki bilir ki, vücudumuz birlikdədir, amma qəlblərimiz bir yerdə deyil. Qəlblər bir yerdə olmadıqdan sonra milyardlar bir araya gəlsin. Nə faydası var? Həmçinin ən böyük ibadətlərdən biri oruc ibadəti. Burada da yenə birlik bizdən istənir. Məsələn, Ramazan orucunu tutmağımız üçün nə etməliyik? Ramazan hilalı gördüyümüz zaman hamı birlikdə oruc tutacaqdır. Yox, mən ayrı vaxtı bir ay oruc tutacam, belə deyə bilmərsən. Şəvval hilalını gördüyümüz zaman Ramazan bayramını keçirməliyik. Mən bir gündə oruc tutacağım deyə bilmərsən, günah işləmiş olarsan. Rəbbimiz Ənfal surəsində buyurur ki, Allah və onun Peyğəmbərinə itaat edib bir-birinizə çəkişməyin. Yoxsa zəifləyər, taqətdən düşərsiniz. Səbr edin, Allah səbr edənlərlə bərabərdir. Allah sonda səbr edin buyurdu. Yəni, cəmiyyətdə insanlar hamısı bir-birinə can deyib can eşitmir. Arada insanlar var ki, yola gəlməyən insanlar vardır. Amma buna rəğmən Allah Teala nə buyurur? Səbr edin, yoxsa zəifləyər və gücdən düşərsiniz buyurur. Ümumiyyətlə, kütlənin yaşı sosiologlar deyirlər ki, 13-14'dür. Yəni, kiçik yaşlı, yəni insanlar bir ay nə qədər yığışsa da, sanki onlara nəyi təlqin etsən, 13-14 yaşında uşaq kimi eyni şeyi edəcəklər. Bundan istifadə edənlər var, mənfi yöndə istifadə edənlər var, müsbət yöndə istifadə edənlər var təbii ki. Birlik və bərabərliyimizi pozmağa çalışan qüvvələr vardır. Biz buna əlbəttə ki, fürsət verməməliyik. Allah Teala biz iman edənlərə nə gözəl hədəflər gətirir. Amma bu hədəflərdən biz daim yaydığımız üçün bugün dünyanın nizamı şeytani nizamının əlindədir. Şeytani xislətdə olan insanların əlindədir. Buna görə də parçalanmalar olur. Amma vaxt var idi ki, əziz qardaşlar, bir müsəlmanın salamını eşitməkdən ötürü, salamını almaq üçün özünə bunu şərəf bilirdilər, həmin o düşmən qüvvələr. Amma bugün tam tərsinə çevrilibdir.
onların tərifli sözləri bizim çox xoşumuza gəlir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu 14 əsr bundan öncə bizə söyləyir. Yaxında millətlər, necə ki, yemək süfrələrinə insanlar öz süfrələrinə dəvət edirlər, onlar da başqalarını bizə qarşı döyüşməyə dəvət edəcəklər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə sahabə soruşur, ya Rasulullah, biz o zaman sayda çox az olacağıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, xeyr, əksinə, o zaman siz sayda çox olacaqsınız, lakin selin qarşısında bir çörçök kimi çox zəif olacaqsınız. Bəli, əziz qardaşlar, Allah Teala birlik və bərabərliyimizi qoruyub saxlaya bilməyi nəsib etsin. Birlikdə bir-birimizə səbr edə bilməyi nəsib etsin. Səbrin sayəsində biz birlik və bərabərliyimizi qoruyub saxlaya bilərik. Düşmənin əlinə fürsət verməməyə çalışaq. Allah birlik və bərabərliyimizi qorusun. Amin.